Sumqayıtda böyümüşəm və Talış dilindən kənarda böyümüşəm. Bu kontekstdən kənarda böyümüşəm və ilk dəfə Talış dilini mən 2009-2010-cu illərdə öyrənməyə cəhd başlamışam və mənə deyilən nə olub? Get Lerişdə 3 ay yaşa, ondan sonra Talış dilini öyrənəcəksən. Çox axmaq bir ifadə. Həqiqətən axmaqdır və mən hələ də belə bu insanlara qarşı əsəbiyəm. Nəyə görə? Bəlkə biri Lerişdə yaşamır, biri Moskvada yaşayır, biri ABŞ-da yaşayır, biri Avropada yaşayır, bəlkə birinin Lerişə getmək heç imkanı yoxdur, işləyir. Bu insanın başqa problemləri var. Bu insan nə etməlidir? Yəni siz ingilis dilini öyrənəndə, siz fransız dilini öyrənəndə, rus dilini öyrənəndə gedirsiniz mütləq Rusiyada yaşamalısınız ki, bu dili öyrənəsiniz. Yəni bunu remote eləmək mümkün deyil. Bunun üçün kitablar yazmaq lazımdır. Biz çox böyük söhbətlər yaratmışıq. Azərbaycan bunu eləmədi, onu eləmədi. Yəni biz bilirik də Azərbaycanın məqsədi nədir. Nəyə görə özümüz kitablar yazmamışıq? Təkcə dil söhbəti getmir. Yəni dil kitabları yazılıb, ya çox elmi səviyyədə yazılır, ya da ki belə anlaşılmaz bir dildə yazılıb. Mən söhbət eləyirəm ki, uşaqlar üçün bir kitab yaratmaq, yəni saylar, əvəzliklər, feillər, bir dənə xırda kitab. Məsəl üçün ilk dəfə Talış söhbətinə girən adam baxsın ki, saymağı öyrənə bilsin, rəngləri öyrənə bilsin. Belə bir kitab yaratmaq 2x2 məsələsidir. Bunu bizdə edən olmayıbdı. Və çox biabırçı bir şeydir bu.